Toparlasaq 3 dənə əsas şey. Doğru mentor, doğru ədəbiyyat, elmi ədəbiyyat və maraqlı və fərqli insanlar lazımdır. Bir dənə su için. Onlar kəsirsiniz də usta? Pərviz bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm. Sizi yaxından tanıyaq. Mən Pərviz Qasımov, hal-hazırda İnsan Resursları və Biznesi Dəstək Direktoru. 25 illik iş təcrübəm var. Daha çox satış sahəsində işləmişəm, lojistik planlama sahəsində işləmişəm. Zavod rəhbəri olmuşam 3 il. Ondan sonra İnsan Resursları sahəsində ən kiçik mütəxəssisdən başlayaraq hal-hazırda İnsan Resursları və Biznes Dəstəyi üzrə direktorum. 13 mindən yaxın işçisi olan Aras şirkətinin, eləcə də daxilində olan Rosmandır, Xonçadır, Fermer, Ətdir, meyvə tərəvəz şirkətimiz var. Bunların insan resursları üzrə, həm də biznesi dəstək üzrə funksional rəhbəriyəm. Pərviz müəllim, uzun illərdir ki, bu sahədəsiz. İlk başladığınız dövrdən indiyədək əmək bazarında hansı dəyişikliklər olub? Bizim ilk işə başladığımız vaxtlarda bazarda belə deyim, texniki bilikli kadrların tapılması, hansı ki, kompüter bilikləri irəli səviyyədə olsun, Excel bilikləri irəli səviyyədə olsun, planlama məntiqi olsun, çox qıt idi. Amma indi texnologiya inkişaf etdikcə, süni intellekt əlimizin altında olduqca bunlar artıq bol-boluna istifadə olunur. Buna görə də işə götürənlər əsasən nəyə diqqət edirlər? Davranışsal səriştəliklərə də diqqət edirlər. Bu adam nə qədər sözü bütövdür, bu adam nə qədər sadiqdir, bu adam öz üzərində şəxsi inkişafı ilə bağlı nə qədər işləyir. Fərqli suallar verməklə o namizədin, o işçinin, o sahədəki təcrübələrinə, biliklərinə, birikiminə fikir verirlər. İşə götürən yaxşı əməkdaş tapa bilmədiyini deyir. İş axtaran isə iş tapa bilmədiyini. Sizcə bu problem nədən qaynaqlanır? Ümumiyyətlə, dünyanın hər yerində bu var. Hətta Almaniyada belə talent shortage deyirlər, istedad çatışmazlığı var. Bu yaxında belə bir məqalə oxudum, Armin Trost bildirdi ki, Almaniya belə 2030-cu ildə Türkiyədən 100 min mühəndis tələbinə çıxır. Çünki istedadların çatışmazlığı var. Bu tək bizə xas xüsusiyyət deyil. Hətta deyərdim ki, bizim istedadlı həkimlərimiz, IT mütəxəssislərimizdir. Dünyanın müxtəlif yerlərində uğurlu karyeralar əldə edirlər. İşə götürən və işçi arasında niyə görə belə bir fərq var? İşə götürən iş axtarır, işçi isə iş tapır, namizəddə iş tapır. Belə bir Dunning-Kruger effekti var, xəyalı böyüklük effekti var ki, bəzi gənclərimiz adlı-sanlı universitetləri bitirəndən sonra xəyalı böyüklüklə üz-üzə qalırlar, özgüvənləri çox yüksək olur və hər hansı bir iş yerində işə başlayanda və yaxud işə müraciət edəndə özlərindən həddən artıq özgüvənləri yüksək, hər şeyi bilirmiş kimi belə bir xəyala düçar olurlar. Amma bir-iki müsahibədən sonra və yaxud işə başladılar, 1-2 aydan sonra onlarda özgüvənlər çox sürətlə düşür. Bu vaxt nə lazımdır? Onların əllərindən tutacaq, onlara yol göstərəcək doğru insanlar lazımdır ki, insan resursları mütəxəssisləri onlara kömək etməlidirlər ki, onlar müəyyən vaxt təcrübə qazandıqca yenidən özgüvənləri ortaya çıxmış olsun. Karyeranın ilk illərində nələr lazımdır deyə soruşsanız, 3 dənə əsas şey lazımdır. Ən birinci, doğru mentor lazımdır ki, yaxşı sizin bələdçiniz olsun. Çünki siz hər hansı bir səhraya düşsəz, meşədən keçəsə olsanız, oralara bələd bir adam sizi daha tez apara bilər. Eləcə də karyerada yaxşı, doğru bir mentor seçsəniz, daha sürətlə qalxa bilərsiniz bu pillələri. İkinci, doğru kitablar, doğru elmi məqalələr, doğru mətbaa orqanları deyək və yaxud jurnal, qəzetlər deyək ki, onlardan müvafiq öz sahənizlə bağlı belə deyim, materiallar əldə edib oxumalısınız ki, öz sahənizlə bağlı daha geniş nəzəri biliklərə sahib ola bilərsiniz. Üçüncüdən maraqlı və fərqli insanlar. Çünki insan eyni tip insanlarla eyni çevrədə qaldıqca beyin artıq rutin həyata, komfort alanına düşür, rutin həyata öyrəşir və inkişaf getmir. Amma fərqli və maraqlı insanlar insanı daima inkişafa aparır, sövq edir. Siz onların nə öyrəndiyini, nələr bildiyini baxıb siz öyrənməyə cəhd edirsiniz. Belə deyim, sizdə bir elmi qısqanclıq yaranırsa, siz də inkişaf edəsiniz. Yəni, toparlasaq 3 dənə əsas şey. Doğru mentor, doğru ədəbiyyat, elmi ədəbiyyat və maraqlı və fərqli insanlar lazımdır. Həmçinin karyera müxtəlif pillələri var, üfüqi karyera var, şaguli karyera var. İnsan heç birindən çəkinməli deyil. Harada
bir fürsət görürsə inkişafa, o fürsətdən istifadə etməlidir. İnsan həyatı boyunca karyerada sürətlə qalxmaq üçün onun həm texnik, həm də davranışsal səriştəliklərə ehtiyacı var. Texniki səriştəliklər nədir? Bir işi görmək üçün tələb olunan bilik, bacarıqlardır, texniki bilik və bacarıqlardır. Davranışsal səriştəlik deyirəm, bir də texniki səriştəlik deyirəm. Birilər texniki bilik bacarıqları, digərləri isə davranışsal. Yəni o işi görərkən ondan tələb olunan qabiliyyətlərdir, ondan tələb olunan sərgiləyəcək davranışlarıdır ki, bu ikisi də mühümdür. İnsan kiçik mütəxəssis olanda onlardan daha çox deyək ki, %75 texniki davranışlar tələb olunur. Amma karyerada yuxarı qalxdıqca texniki səriştəliklər yavaş-yavaş azalır, yerini verir davranışsal səriştəliklərə. Məsələn, bir rəhbərin texniki səriştəliyi %25 ola bilər, amma 75% isə onun davranışsal səriştəliyi olmalıdır ki, burada artıq texniki bilikdən daha çox idarə etmədir, daha çox insanları motivə etmədir, empati hissidir. Yəni, baxırsınız, davranışsal səriştəliyi ön plana çıxır. Hansı ki, rəhbərlər bu davranışsal səriştəliklə yüksəkdir, bunlar daha da yüksələ bilirlər. Hansı rəhbərlərdə ki, yenə də köhnə formada texniki səriştəliklərə üstünlük verirlər, bunlar lider yox, artıq idarəçi olurlar və idarəçilik də artıq bu gün işə yaramır. Ona görə də karyeranın irəli mərhələlərində insan nəinki texniki bilikləri, hətta davranışsal səriştəlikləri də öyrənməlidir ki, daha sürətlə karyera pillələrini qalxa bilsin. İşə əməkdaş cəlb edərkən diqqət etdiyiniz əsas 3 xüsusiyyət hansıdır? 3 özəllik nədir? İnsan nə dərəcədə öyrənməyə açıqdır? Son 6 ayını nələrlə məşğul olub? Yəni, istər universitetdən gəlsin, istər başqa yerdən gəlsin. Onlar mənim üçün çox maraqlıdır. Bir də gələcək hədəfləri nədir? Hədəfləri varmı? Yəni, birinci insan hədəf olmalıdır, ikinci şəxsi inkişaf üçün nə etməlidir, üçüncü də maraqlanmalıdır yeniliklərlə. Bəzən gənclər düşünür ki, universiteti bitirdikdən sonra karyera qurmağa başlamaq lazımdır. Bəs sizcə karyeranı nə vaxtdan başlamaq lazımdır? Bu düzgün yanaşma deyil, çünki artıq onlar ixtisası seçərkən artıq qərar verirlər ki, mən gələcəkdə nə olacam. Ona görə də gənclərin böyük bir hissəsini, belə deməzdim ki, oturub gözləyirlər. Artıq 3-cü kursdan etibarən axtarışlarla, bazar axtarışındadırlar. Hətta iş dünyası belə 3-cü sinifdən etibarən müxtəlif universitetlərdəki istedadlı gəncləri axtarmağa maraqlıdır, tapmağa maraqlıdır. Əlbəttə ki, dediyim kimi, dırnaq içərisində desək, ac gəncləri, yəni öyrənməyə açıq. Çünki doymuş insanlar karyerada çox effekt vermirlər. Uğurlu karyera qurmaq istəyən gənclərə hansı tövsiyələri verə bilərsiniz? Gənclərə tövsiyəm odur ki, heç vaxt ümidsizliyə düşməsinlər, öyrənməyə ac olsunlar, daima öyrənsinlər. Çünki kömürlə almazın fərqi hər ikisi eyni mənədə olur. Amma əvvəl-axır kömür öz qiymətini alır, almaz öz qiymətini alır. Yəni, gənclər ac olsunlar, öyrənməyə ac olsunlar, çalışsınlar, səbirli olsunlar. Əvvəl-axır onların dəyəri bilinəcək. Yəni, Oytun Erbaş demişkən, sinir bilim ki, belədir, bir işi sevirsənsə, o işdə səbir göstərirsəncə 10.000 saat kifayət edər ki, sən usta olasan. Hər hansı bir sahədə usta olmaq olar. Fərdin özündən asılıdır. Nə qədər bu işə sevgi duyur, nə qədər bu işdə səbirlidir. Ətraflı və səmimi cavablarınız üçün təşəkkür edirik. Sağ olun. Tanışım, yoxsa bəsdir.